anda dünyada baş verən yeni düzənə paralel olaraq bizim diplomatik strategiyamızda aparılan önəmli belə deyək işlərdir, yeniliklərdir və bu dünya düzənine uyğun paralel olaraq aparılan bu siyasi xəttimiz bu günləri çox önəmli vacibdir. Çünki bu bilirsiniz ki, bu günləri bütün demək olar ki, dünyanın bütün qütblərində və ya ki, bütün geosiyasi olaraq məkanlarında bir münaqişələr yaranır, münaqişələr yaradılır. Münaqişələrin hamısı sonuc olaraq həmin yeni dünya düzeninin yaranmasına gətirib çıxardır. Biz bundan sonra ona görə də bu siyasi tərəfdaşlığın da möhkəmləndirilməsi həm də onun üçündür qarşılıqlı olaraq münasibətlər yaranır ki, həmin ölkələrdə o siyasi belə deyək, yeni düzənin yaratdığı o çalxalanmadan çox az ziyan çəksin deyə. Bu da təbii ki, çox düzgün və doğru strategiyadır. Biz bilirsiniz ki, yadınıza gəlsə biz uzun müddət səbir elədik bu Qarabağ məsələsindən bağlı, amma bizim səbrin iki mənası var da. Səbir var, deyir ki, ömrü boyu səbir eləməlisən. Bu bizdə deyirlər, biz dini tərəfdə başqa yanaşırlar, amma siyasi baxımdan isə səbir mən hesab edirəm ki, məqsədə çatmaq üçün bir istifadə bir yoludur. Yəni məqsədi düzgün qiymətləndirmək üçün. Ona görə də biz də bunu düzgün qiymətləndiririk. Yalnızca gəlirsə bizə hətta deyirlər ki, haçan olacaq, haçan bu iş baş verəcək, torpaları vaxt alacaq. Belə siyasi çıxışlar var idi. Bəzən bildirdilər bəzi belə tərəflər ki, Qarabağ məsələsini unudun, məsələ artıq bitib, Qarabağ işğaldan azad olma işi imkanı yoxdur və s. Bəli, biz bu günləri gördük ki, nəticə olaraq biz gördük ki, o səbrin arxasında hansı böyük bir siyasi strategiya varmış, milli bir strategiya varmış və onunla da biz milli ideologiyamızı bütün beynəlxalq münasibətlər sisteminin qəbul olunması üçün artıq biz böyük bir iş gördük.